Salam əziz izləyicilər. Bugün Paltaryuyanın səs eləməsindən danışaq. Bəzən barabandan səs gəlir və o müxtəlif səbəblərdən. Bunu şərh eləmək üçün gərəkdir ki, adam bilsin baraban necə qurulub, quruluşu nədir. Ümumiyyətlə tək baraban yox, orada su nasosu, pompa var. Pompanın da işindən azca üzdən danışdığı olsun, bilsin. Və çox da çətin deyil bu səs hardan gəldiyini, necə gəldiyini aydınlaşdırmaq. Deməli, bu içəridəki metal, bax bu fırlanan barabandır. O baraban yerləşir bakın içində. Bak plastikdəndir. Özündə ballast daşları var. Betondan. Şlankları var, amortizatoru var, bax belə şeylər. Deməli, tutaq ki, bax mən barabanı fırladıram. Bu dəfə alınmadı. Bax fırladırdım, quş səsi kimi civildiyirdi. Baraban rezinə sürtünür. Bax bu rezinə sürtünür və civildiyir, quş səsi kimi səs verir. Onunla bilirik ki, bu rezinə sürtülür. Və başqa bir problem olur. Çəkiş zərbələri kimi takka-tak səs gəlir barabandan. O nə vaxt baş verir? Deməli, bax bu amortizatorlardan biri ya hər ikisi xarab olur, artıq öz funksiyasını yerinə getirə bilmir və nəticədə bakın özü Paltaryuyanın korpusuna toxunur, hardasa, ən yaxın harda yer varsa, oraya toxunur, takka-tak çəkiş kimi, çəkiş zərbələri kimi səs gəlir. Bu ikinci oldu. Üçüncü ola bilir ki, bir cığıldayır, nə bilim, çox müxtəlif səslər verə bilər. O səs hardan yarana bilir? Baraban fırlanarkən, bax bu deşiklərdən sancaq tipli nəsə düşür. O deşikdən keçir, bir tərəf barabanda ilişib qalır, o bir tərəfi bakı sürtür, bakın divarını və o səs də var. Əgər bu səs varsa, o deşikdən nəsə düşübsə, ilişibsə, onu belə bu hissədən, lükdan baxıb tapmaq olar, onu götürmək olar. Yox, əgər oradan götürmək mümkün deyilsə, barabanın alt hissəsində bax belə bir yuva var, orada şlanq qoşulur. O şlanq hansı şlanqdır? Kanalizasiya vurulan su bakdan o şlanqla gəlir pompaya, pompada onu vurur o çöldə kanalizasiya birləşən şlanqa və su kanalizasiya axıb gedir. Bu hissədən də o səs eləyəni bu hissədə də tapıb bax bu yuvadan çıxartmaq olar. Yəni bax bu yuva altdadır, ona görə ağırlıq aşağıya doğru yönəlib. Altdan və buradan çıxartmaq olar. Bu şlanqı da deyim, biz halda şlanqdan danışdıq. Bu paraşok qabından gələn su bu şlanqdan gəlir, yanından daxil olur. Deməli, suyun girişi buradır, yanından daxil olur. Çıxışı isə altdan nasos tərəfə axır. Nasos da vurur onu çölə, kanalizasiyaya göndərir. Bir səs də ola bilər, pompanın səsi. Pompanın sarğısı var, o sarğı da maqnit ötürücüsü deyirlər. İçliyi var da onun. O içliklə sarğı arasında bəzən boşluq yaranır. Zavod istehsal eləyəndə onu nəsə vurur arasına, yaxud elə kip olur, heç nə də vurmur. Orada nəsə boşluq yaranır,
cüzi bir yarım millimetrlik bir məsafə yaranır və sarğının titrəyişi başlayır səs verməyə. Aerodinamik səsdir o. Biraz fərqli səsdir. Bəs nədən bilək, barabandan mı gəlir səs, yoxsa pompadan mı? Çox sadədir bunu bilmək. Fikir verirsiniz, səs nə vaxt gəlir? Paltaryuyanda belədir. Elə anlar olur ki, baraban işləyir, pompa işləmir. Suyu vurmur da, fasilədədir pompa. Boşaltmağa ehtiyac yoxdur, pompa işləmir, pompa dayanır. Bu zaman səs gəlirsə, deməli səs barabandan gəlir, barabanın problemidir. Və yaxud da əksinə, baraban deməli pompa işləyəndə səs gəlirsə barabandır. Yox, baraban işləyib pompa dayananda səs gəlmirsə, daha doğrusu gəlirsə, onda pompadır. Qatıb qarışdırmadımsa düz dedim. Bir sözlə də hansı hərəkətdədirsə, səs gələndə hansı hərəkətdədirsə, o hissə problemlidir. Hansı fasilədədirsə, onluq deyil. Bu fasilədədir, səs gəlir, deməli bunluq deyil. Və belə sadə bir üsulla, diqqət yetirməklə onu bilmək olur. Yaxşı, məncə kifayətdir. Suallarınız olar, yazarsınız. Olmaz, bəyənərsiniz, heç olmasa əgər bəyənirsinizsə, bir rəy yazan da yazsın da. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənə qədər.